Neftçalıda 1-ci Qarabağ müharibəsinin qəhrəmanlarından biri şəhid Asəf Mütəllimovun anadan olmasının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Anım tədbirində Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyası fəalları, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, şəhidin doğmaları, döyüş yoldaşları, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq Şəhidlər Xiyabanında Asəf Mütəllimovun məzarı ziyarət olunub. Ziyarətçilər şəhidin məzarı üzərinə gül çiçək dəstələri düzüb, ruhuna dualar oxuyub, ehtiramlarını bildiriblər. Daha sonra anım tədbiri şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə davam edib. Çıxış edən natiqlər bildiriblər ki, şəhid Gizir Asəf Rəhmanoğlu Mütəllimov 2 aprel 1966-cı ildə Neftçala rayonunda anadan olub. 1-ci Qarabağ döyüşləri zamanı könüllü olaraq milli ordu sıralarına qoşulub. O, Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərib. Piyada döyüş maşını ekipajının mexaniki və tankçısı olan Asəf Mütəllimov döyüş yoldaşları ilə birgə xüsusilə Ağdamın Mərzili kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq salnaməsi yazıblar. Belə ki, onlar düşmənin 8 piyada döyüş maşınını, 3 tankını ələ keçirib, 30-dan çox canlı qüvvəsi və AVO ləqəbli erməni terrorçusu Monte Melkolyanın maşınını atəşə tutaraq onu məhv ediblər. Asəf Mütəllimov 1993-cü ilin 15 iyununda elə Ağdam rayonunun Mərzili kəndində gedən döyüşlərin birində şəhidlik zirvəsini ucalıb. Ölümündən sonra Ali Baş Komandan Heydər Əliyev tərəfindən Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Asəf Mütəllimov ailəli idi, bir qızı vardı. Qeyd olunub ki, Neftçala şəhərindəki küçələrdən biri şəhid Asəf Mütəllimovun adını daşıyır. Sonra mədəniyyət işçilərinin ifasında müxtəlif vətənpərvərlik kompozisiyaları və mahnılar təqdim olunub, şəhidin həyat və döyüş yolundan bəhs edən video çarx nümayiş etdirilib. Mən həmişə atamla fəxr eləmişəm, qürur duymuşam. Şükürlər olsun ki, bizim Ali Baş Komandan bizə 2020-ci ildə bu zəfəri yaşatdı. Şükür olsun, 44 günlük müharibə bizi üçün əbədi tarix oldu. Bizim qəhrəman oğullarımız tarix yazdılar. Mənim atam 93-cü ildə şəhid oldu. 33 ildən sonra biz onun qəbrini artıq ağ üzlə gəlib ziyarət eləyirik ki, yəni sizin qanınız yerdə qalmadı. Çox mərd, cəsur, qəhrəman əskər idi. Döyüşdə necə mərdliyi ilə fərqlənirdi döyüşdə. Mərdliyi ilə, cəsurluğu ilə.